Qubada qonşusunun avtomobilini qaçıran şəxsə cinayət işi açılıb. Lentazın məlumatına görə, rayonun Amsar kənd sakini özünə məxsus Qaz 31 markalı minik avtomobilini axşam saatlarında evinin qarşısında saxlayıb. Bu zaman maşının qapısı açıq və açarlar da üzərində olub. Bunu görən qonşu 24 yaşlı Şərti ad və soyadlı Mirzə Babaşov avtomobilə daxil olaraq onu işə salıb və oradan uzaqlaşıb. Kənd ərazisində bir qədər sürəndən sonra avtomobili bağ sahələrinin yanında saxlayıb. Bu zaman Quba rayon polis şöbəsinin əməkdaşları onu yaxalayıblar. Onun bu əməlinə görə barəsində Cinayət Məcəlləsinin 185.1-ci avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində ən böyük arzusunun avtomobil sürmək olduğunu deyib. O, sırf bu arzusuna görə avtomobili sürdüyünü bildirib. Mirzə Babaşov həmçinin əməlindən peşman olduğunu və qonşusu zərər çəkən şəxslə barışdığını da qeyd edib. Zərər çəkən şəxs də qonşusunu bağışladığını, ona qarşı şikayəti olmadığını bildirib və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edib. Quba rayon məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Mirzə Babaşov məsuliyyətdən azad olunub.